Salam değerli izləyicilər, 2 yanvar 2026-cı il məlum olduğu kimi artıq 2 gündür Azəriqazın smart kartlarında problem var və kartlara balans yükləmək mümkün deyil. Hətta qaynar xəttə zəng eləyirsən, yarım saat 40 dəqiqə ərzində cavab belə deyək, almaq mümkün olmur və Azəriqazın rəsmi açıqlaması var. Azəriqazın mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən yaranmış problem həmin gün axşam saat 20:00-da aradan qaldırılsa da kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayları da çox olur. Müraciət sayı çox olduğuna görə yenidən müəyyən xətalarla üzləşdi. O Eldar Əzizov demişdi, yağıntı miqdarı həddindən artıq çox olub. Təxminən elə bir açıqlamadır və qeyd olunub ki, yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə iş aparırlar. Xatırladaq ki, hazırda 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpik yarım, 1200 kub metrdən 2500 kub metrə qədər olan hissə üçün 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 30 qəpik təşkil eləyir.